ailələri, tacirlər, döyüşçülər, hərbçilər, rayon rəhbərliyi, təbii işbəkçilər, hər bizi salamlayıram. Dövlət və dövlətçilik uğrunda Azərbaycan Respublikasının ərazim tövlü uğrunda şəhid olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah Quran-Kərimdə şəhidlərin ölü deməsi, onların maddi aləmdə yaşamasa da mənəvi aləmdə yaşadıqları sübut edir. Mən vətən müharibəsində iştirak edəcəyəm. Azərbaycan Respublikasının bayrağını sinəmdə gəzdirən şəhidlik duamda olub hər zaman, bu arzu etmişəm. Bu da Allahın bir qismətidir. Allah qismət eləmədi. İnşallah hər hansı bir tədbirdə, döyüşlərdə qismət edər. Hər bir Azərbaycan Respublikasının vətəndaşı rütbəsindən, vəzifəsindən asılı olmayaraq Azərbaycan Respublikasına, vətəninə, dövlətə şərəflə, vicdanla xidmət etməlidir. Mən hal-hazırda Cəlilabad şəhəri 2 sayılı orta məktəbdə Vətən müharibəsi qəhrəmanı Kapitan Rəşad Abdullayev adına 2 sayılı tam orta məktəbin hərbi rəhbəriyəm. Hərbi müəllim olaraq gənclərin vətənpərvər ruhda yetişməsini, onların gələcəkdə vətəni dövlət sevgisini çatdırmaqda, onların gələcəkdə vətəni dövlət sevməsində öz faydalı işlərlə məşğulam. Hal-hazırda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 9-cu qram müsahibəsində Zabit Akademiyası və Hərbisi Gənclər Qrupu layihəsinin qalibi olmuşam və bununla qürur duyuram. Məktəbimizdə şagirdlərə gələcəyin zabitləri olması üçün vətənə, dövlətə şərəfli, vicdanlı, vətənpərvər zabitlərin hazırlanmasında mənim də bir əməyim olsun deyə düşünürəm. Çünki bir insan vətəni, dövləti, milləti üçün etdiyi hər bir yaxşılıq, hər bir faydalı iş zamanla onun qarşısına çıxar. Mən Tovuz döyüşlərindən sonra cəbhəyə bəzi rəhbər şəxsləri, hərbiçilərin, dostlarımızın dəstəyi, sahibkarların dəstəyi ilə 10 mindən çox təkər göndərmişik, avtomobil təkəri. Bu təkərləri göndərən zaman bəzi insanlar bizə deyirlər ki, nə ehtiyac var və döyüşlər başlayan zaman mən şəxsən özüm həmin təkərlərin arxasında istehkam qurğuları istifadə etdim. Onun arxasında səngərdə döyüşər zaman hiss etdim ki, bir insan vətəninə, dövlətinə nə qədər faydalı olsa, nə qədər faydalı işlər görsə, onlar heç vaxt ona əvəzsiz qalmır. Bugün bizim burada qazilərimiz var, hər birini salamlayıram. Mənim döyüşçü əsgərlərim var, zabit yoldaşlarım var və Quranın şəhidlər, şahid valideynlərimiz var. Hər birinizə çox sağ ol deyirəm, rəhbərə təşəkkür edirəm. Azərbaycan Respublikasında xidmət etmək bizim üçün şərəfdir. Onun torpaqları uğrunda istər canımız, qanımız, balımız pahasına olsa hər zaman xidmət etməyə borcluyuq və edəcəyik. Azərbaycan